Yeah. Bu manı səsini qaldırmayan kişilər haqqındadır. Çünki bəzi adamlar qışqırmır, ağırlığı danışır. İşdən gəlir evə, üstü başı şəhər, üzündə yorğunluq, içində min xəbər. Avtobus sıxlığı cibində yarım maaş, kişi hər gün ölür biraz, adı qalıb savaş. Qapını açıb salam deyər asta, elə bir yorğunluq girir evə onunla birbaşa. Səssiz kişilər çox danışmır onsuz, çünki həqiqi ağrı səs çıxarmır, iz qoyur TV-də xəbərlər. Əlində ucuz çay, bir tərəfdə həyat dərdi, bir tərəfdə kiraya pay. Kommunal kağızları masada sırayla, atan pul saymır, artıq nəfəs alır qəpik ilə. Hamı necəsən? Deyir keçmək xəttinə, kişi yaxşıyam deyib bastırır öz qəbrinə. Bəzən atalar ağlamır deyə güclü bilinər, halbuki içində qırılan yerdaş olsa əriyər. Susmaq ilə otağı donduran adam, bir baxışıyla hamını dayandıran adam. Nə taxtı var, nə tacı, nə də sarayı, amma bir evin görünməyən kralı. Əlləri kobud, ürəyi paramparça, ömrü keçib ailəm ac qalmasın savaşında. Bəzi qəhrəmanlar filmə düşmür heç vaxt, sadəcə ata olub yaşayırlar yavaş yavaş. Köhnə kişidir, sevgini sözlə bilməz, səni sevirəm deməz, amma çörəksiz qoymaz. Özü köhnə geyinərsən, yenisini alasan, atalar belə yanır, tüstüsünü görməzsən. Sigaret tüstüsünə qarışıb xəyalları, gəncliyini udub zavodların divarları. Ədalət deyər, ax deyər, eğilməz əsla, çünki bəzi adamlar kasıb doğular ucuz olmaz. Hamının dərdini çəkər öz dərdi kimi, öz yarasını gizlidər köhnə pencəyi kimi. Atam danışanda həyat dayanır sanki, çünki təcrübə qışqırmır, sakit danışır həmişə ki. Uşaq olanda atanı adı insan bilirsən, böyüyəndə anlayırsan, evin sütunu yıxılmamaq üçün səssiz dayanırmış. Bir evi ayaqda saxlayan adam, özünü yox, ailəsini yaşayan adam, ən böyük yükü daşıyıb, ən az şikayət edən adam, bilən adam, görən adam. Bu həyatda ən ağır rolu maaş ilə möcüzə yaradan adam. Bu adam mənim atam.